Deməli, yenə deyirəm, farel balığının sümüyünü təmizləmək, bunun içi təmizlənib az olsa da bağırsaqları çıxır. Bu hissədən qopartdıq, bunu araladıq. Arayandan sonra parmağımızı salırıq, bunu bu qəlsəmə deyirlər. Bunları çıxartdıq. Sonra içinin bu qan hissəsini təmizlədik. Təmizləndik. Nə edirik biz bu balığı? İçi tərtəmiz oldu. Bax, barmağımızla balığı belə tuturuq, basırıq astaca. Hiss elədik ki, balığın aşağı hissə sümükləri ayrıldı. Sonra qabırğa hissələrini basırıq. Bax, ətdən ayrıldı. Fikir verirsiniz. Görürsünüz? Eynisi. Yenə də fırlatdım. Bu bursu tərəfi. Sümükdən ayrıldı tam-tamına. Hə, çox rahat. Quyruğunu sındırdıq. Xırtıldamağını hiss elədik. Gördünüz? Ya bıçaq vasitəsilə, yenə də deyirəm, bir dənə bax dibindən, o quyruğun dibindən açırıq ki, o quyruğu biz çıxarta bilək. Ya da barmağımızla o quyruğun dibinə, sümüyün üstü ilə keçirtdik ki, onu oradan çıxarta bilək. Bir nə edirik? Bu boğazından, bıçaqla, ya bax belə sındırdıq, ən asandır. İki barmağımızla aşağıdan əlimizlə buradan basa-basa gətiririk ki, aşağı hissədən fileysi didilib gəlməsin. Çəkdik. Ne bax? Buradan qırıldı, qoy çıxartacağım onu. Bu yumuşaqdır, balacadır. Ona görə biraz bunu çıxartanda çətinlik çəkirəm. Amma böyük balıq olanda rahat çıxır. Balıq oldu, tərtəmiz, sümüksüz. Bir dənə, iki dənə qalır, o da üstəymiş. Götürdük vəssalam. Yəni bunu manqalda, setkada, evdə qızardanda bütün balaca farellər varsa, qəşəng tuzluysan, istiyotluysan, bu hissəsinə un vurursan, qızardırsan. Dəri hissəsinə un vurmuruq. Farelin dərisi başqa balıqlara nisbətən bərk olur. Ona görə bunu boş, unsuz qızardıq ki, bu qəşəng qızarıb koriçka olsun, xırçıldayan olsun, tam bişsin. Yoxsa ki, farelin dərisi bərkdir. Yəni bu cürə fileyliyirik, qoyuruq. Yəni bax, birini də var, buradadır. Biz bunlardan lavaşda eləyəcək, ona görə mən bunun quyruğunu açıram. Amma ləvəngi eləyəndə quyruğunu açmırıq. Bunun üçün sümüyünü təmizlədik, ləvəngisini hazırladıq, biraz o quyruğunun sümüyü çıxan hissəsinə basırıq, doldurduq və səliqə ilə belə gömbul, bu cürlə qoyuruq listə, duzladıq, istiyotladıq, üzünə tomat yağ vururuq. Tikməyə ehtiyac yoxdur. Belə bağlanır, içinin miqdarında qədər. Sümüyü də çıxartmışıq, çox tutur. Qoyduq sobada 30 dəqiqəyə 180 dərəcə. Amma elə peşlər var ki, 180 dərəcə çoxdur. 160 dərəcədə qoyuruq, 20-30 dəqiqə balığa isti deyildi, pişir. Tembolda farel olsun yəni. Bax, gör nə qədər elastik, buna bax, fikir verirsiniz yəni. Sümük yoxdur.